Salam izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün Azərbaycanın daxili suları və Xəzər dənizi mövzusundan danışacağıq. Deməli, Azərbaycan Respublikası birinci çaylardan başlayaq. Respublikamızın çayları. Azərbaycan Respublikasının sıx çay şəbəkəsi var və irili xırdalı 8350-yə yaxın çay olduğu qeyd olunur. Onlardan 190 dənəsi, 190 çay 5 kilometrdən artıqdır. Uzunluğu 100 kilometrdən çox olan çayların sayı 21, uzunluğu 500 kilometrdən çox olan çaylar isə 2 dənədir. Bunlar da Kür və Araz çayları aid olunur. Azərbaycan ərazisində axan bütün çaylar axarsız, daxili hövzə, yəni Xəzər dənizinə tökülürlər hamısı. Yəni bunların birinci, ikinci, üçüncü dərəcəli qolları olur. Bu barədə danışacağıq. Deməli, çaylar bölünür. Çaylar yerləşdiyi coğrafi, çayların coğrafi yerləşmə xüsusiyyətlərinə görə 4 qrupa bölünür. Birinci, Böyük Qafqazın şimal-şərq yamacında yerləşən. Baxın, buranın çayları. Şimal-şərq yamacında. Baxın, Samur çay, Qusar çay, Qudyal çay, Qara çay, Vəlvələ çay, Girgil çay, Ata çay. Bunlar aid olunur Böyük Qafqazın şimal-şərq yamacına aid olan çaylar. Bu çayların əksəriyyəti, baxın, burada buzlaq olduqlarına görə, buzlaqlar çox olduğuna görə buzlaq məşəlli çaylar əsas qidalanma mənbəyi buzlar təşkil etmiş olur. Bu çaylar yaz və yay aylarında bol sulu olurlar və bu ərazilərində çaylarında meyillikləri çoxdur dağ olduğuna görə və öz yataqlarında kanyonvari dərələr əmələ gətirir. Bunun da səbəbi demişdik ki, Böyük Qafqaz dağları əsasən çökmə məşəlli suxurlardan təşkil olunmuşdur. Ona görə çaylarda kanyonvari dərələr əmələ gətirir. Abşeron Qobustan, baxın, bu ərazinin çayları. Abşeron Qobustan. Burada daimi axarlar olmur. Əsasən bunlar yağış suları ilə qidalanırlar. Və yağış sularına qidalandığına görə bu ərazilərdə yağıntılar qış aylarında düşür. Ona görə qış ayları daha çox yağıntılı, yay aylarında isə çay quruyur. Bu ərazilərin çayları meyilliyi azdır. Sumqayıt çay, Ceyran keçməz, Pirsaat və Stal çay. Bunlar təşkil etmiş olur. Abşeron Qobustan ərazisindən axan çaylar. Talış ərazilərindən axan çaylar isə bunlardır. Buradakı çaylar Talış. Deməli, bu ərazilərdən əsasən Lənkəran çay. Baxın, Lənkəran çay, Virək çay, sonra Təngəli çay, Astara çay, Bolqar çay. Baxın, Bolqar çay, Sərhəd çayıdır. Bunlar da Talış dağlarına aiddir. Bunlar əsasən daha çox yağış suları ilə, həmçinin də yeraltı suları ilə qidalanırlar. Digər ərazilərin çaylarından fərqli olaraq bu zonaların çaylarında gürsulluq ilin soyuq dövrlərində düşür. Çünki Lənkəranda qışı yağıntılı keçən mülayim isti iqlimdir. Ona görə də yəni qışı quraq, yayı yağıntılı keçən mülayim isti iqlimdir. Ona görə də qış aylarında daha çox bol sulu olur. Yay aylarında isə nisbətən su miqdarı azalır və Bolqar çayından başqa bütün buranın çayları hamısı birbaşa gedir çatır Xəzər dənizinə. Xəzər dənizinə gedir çatır. Və Kür çayına aid olan çaylar, baxın Kür hövzəsinə. Baxın bu mərkəz bu hissədə olan çaylar Kür hövzəsinə aid olanlardır. Əsasən bu qrupa Kür və Araz çaylarının qolları daxildir. Kürün sol qolu, deməli Kürün sağ və sol qolları var. Həmçinin də Arazında. Sağ qolu nədir? Üzümüzü qolları necə müəyyən edirik? Məsələn, baxın, üzümüzü tuturuq. Baxın, bu bizim adam olsun. Baxın, üzümüzü tuturuq çayın mənsəbinə tərəf. Yəni, mənsəb tərəfə dururuq. Yəni, çayın axdığı istiqamətində. O istiqamətdə üzümüzü çeviririk. Baxın, bunun sol qolu, adamın sol qolu buradır. Deməli, çayın da sol qolu ora olur. Bu tərəf sol qoludur. Sağ qolu, adamın sağ qolu
bunun sağ qolu olur. Bu da belə. Deməli Kür hövzəsinə aid olan çaylar indi sol qollarına baxaq. Yəni sol qollar haradır? Yuxarı, şimal hissəsi. Bunlar sol qoldur. Baxın deməli hansıdır? Qanıq, Qabırlı, Əyriçay. Baxın burada. Əyriçay, Dəmirəparan, Kiççay, Şinçay, baxın Kiççay, Kürmükçay, Qaraçay, Zaqatalaçay, sonra Göyçay, Dəmirəparan, Girdmançay, Ağsuçay. Bunlar nədir? Türyançay. Türyançay da buralarda. Türyançay. Bu çaylar bunun olur nəyi? Mazımçay. Bunlar olur bunun sol qolları. Və bu sol qollar Böyük Qafqazın cənub yamaçlarından axan çaylarda deyirlər. Böyük Qafqazın cənubundan gəlir baxın. Bu çaylardan Əlincə çaydır, Türyan çay, Girdman çay. Bunlar Şirvan zonasında baxın. Şirvan arasından axır. Ona görə də buna Şirvan zonasının çayları da deyirlər. Kürün sol qolları isə qollarına aid olan burada baxın əsasən buranın bu çayları. Şinçay, Kiççay, Talaçay, Kürmükçay. Bu kimi çaylar bu ərazilərdə əsasən sellər çox təhlükəlidir. Əsasən də daşlı parçalı sellər burada çoxluq təşkil etmiş olur. Ondan sonra baxın bu ərazinin sol qolu. Sol, sağ. Bura olur bunun sağ qolları. Yəni bu tərəflərdə belə ümumilikdə. Deyə baxın bu Kürdür. Kür deyəndə Kürün yuxarı hissəsi. Baxın bu tərəfləri. Soldur, aşağıları sağdır. İndi baxın, deməli hansılardır? Ağstafa çay, Tovuz çay, Zəyəm çay, Şəmkir çay, Kürək çay, Gəncə çay, Tərtər çayı, Qarqar, sonra Köndələn çay, burada Həkəri, Oxçu, bu çay, sonra Arazın özü. Arazın özü də buna sol qolu hesab olunur. Və bunlardan Xaçınçay və Qarqarçay su varmı işlərinə əlaqədar olaraq Kürə gedib çata bilmir. Hansılar odur? Xaçınçay və Qarqarçay. Kürün sağ qollarına Kiçik Qafqazın şimal, şərq və cənub-şərq yamaçlarının çayları da daxildir bura. Araza tökülən çaylar. Araza tökülən çaylar hansıdır? Baxın, Arazın bizə aid olan hissəsi, baxın, Araz bu istiqamətin axırda. Ona görə üzümüzü bura çevirsək, bura olur bunun sol qolu. Azərbaycanın əsasən Arazın sol qoludur. Sağ qolu isə İrandan gələnlərdir. İrandan gələnlərdir. Axan çaylar. Deməli, Araza tökülən çaylar. Baxın. Hansılardır? Baxın, bayaq burada Oxçu çay, Bərgüşə çay, Həkər çay dedik, Köndələn çay. Bunlar Kürün ikinci dərəcəli qoludur. Nə deməkdir? Yəni, baxın, birinci əsas qolu Arazdır. Araza tökülənlər. Araza tökülənlər Kürün ikinci qoludur. Baxın, həm məsələn, baxın, Həkəri, bir də Araz. Baxın, ikinci qolu. Amma Bərgüşə necədir? Baxın, Bərgüşə tökülür Həkəriyə. Həkəri Araza, Arazda gedir tökülür Kürə. Baxın, bu Bərgüşə də olur bunun üçüncü qolu. Araza tökülən çaylar, baxın, Köndələn çay, sonra Həkəri, sonra Bərgüşad, Oxçu çay, sonra Naxçıvan ərazisindən Girgir çay, Əlincə çay, Naxçıvan çay, Arpa çay. Bunlar da tökülür, yəni Arazın qolları hesab olunur. Dedik, sol qollardır bunlar. Respublikamızda bir sıra dağ çaylarının üzərində şəlalələr də var. Belə şəlalələrdən biri, baxın, Dəmirəparan çayının üzərində, baxın, Mucuq şəlaləsi, burada. Bir də Vərvələ çayının üzərində, baxın, Afruca şəlaləsi. Baxın, o da burada yerləşir. Katix çayının üzərində də Katix daha çox məşhurdur. Baxın, Katix. Baxın, Katix çayının üzərində də Katix şəlaləsi var. Azərbaycan ərazisində transit çayları var. Transit çaylar nədir? Yəni, başqa ölkədən gəlir, ölkəmizə daxil olur. Bunlara da adlanır, yəni, ölkəmizin kənarda formalaşır, Respublikamızın ərazindən keçirək, gedir tökülür. Məsələn, müəyyən bir çaylara, Xəzər dənizinə gəlib tökülür. Məsələn, elə ən böyükləri hansılardır? Kürələr çayları,
Qanıq qabırı. Baxın Gürcüstandan gəlir. Qanıq qabırı. Sonra Ağstafa çay. Ağstafa çayın özü. Sonra Tovuz çay. Naxçıvan əsasən çayları. Tovuz çay. Baxın burada Tovuz çay. Tovuz çay. Baxın Ermənistan ərazisindən gəlir. Oxçu çay, Bərgüşad, Bolqar. Baxın Bolqar İrandan gəlir. Həkəri, Bərgüşad, Oxçu çay. Bunlar da adlanır bu çaylarda, yəni transit çaylardır, başqa ərazidən gələn. Sonra var sərhəd çayları. Sərhəd çayları ölkəmizin sərhəd ərazilərini təşkil edir. Yəni sərhədlərdən gəlir. Məsələn, baxın elə Bolqar çayının özü. Bolqar, Astara, Arazın özü. Araz. Sonra buradan Samur çay, Qanıq, Qabırı, Qanıq Qabırı. Bu çaylar adlanır sərhəd çayları, yəni sərhəddən keçirlər də bunlar. Ona görə də sərhəd çayları adlandırılır. Ondan sonra baxın, deməli çayların qidalanmasında əsasən də yağış, qar, buzlaq və yeraltı sularla qidalanırlar. Yüksək dağlıqdan başlayan çaylar əsasən də baxın yüksək dağlıqdan, əsasən Böyük Qafqazdan başlayan çaylar. Samur, Qusar, Kür, Gilançay, Dəmirəparan, Qudyal kimi çaylar vardır ki, bunlar əsasən çoxsulu olması ilə fərqlənirlər. Əsasən də bunlar yüksək dağlıqlardan gəldiklərinə görə buzlaq və qar məşəlli buzlaq və qarlarına daha çox qidalanırlar. Sonra məsələn baxın, Kiçik Qafqazın dağları, Kiçik Qafqazın çayları isə əsasən də qidalanırlar yeraltı sularla. Tərtər, Həkəri, Araz, Türyan çay, Katix çay, Qanıq, Kürək çay. Məsələn baxın, bu tərəfdə də daha çox yeraltı sularla qidalanma müşahidə olunur. Çayların qidalanmasına yeraltı sulardır bunlar. Alçaq dağlıq ərazilərində isə yağıntı suları daha çoxlu təşkil edir. Baxın məsələn, buranın çayları, Lənkəran çayları, sonra bayaq dediyimiz kimi Qobustan, Abşeron çayları da bunlara aiddir. Və bunlar da əsasən də daimi axarlı, yəni yağış yağan zaman axarlı olur, amma yağış kəsiləndə, yayları gələndə bunların da çayları qurumuş olur. Məsələn, hər zaman axan çaylar hansıdır? Kür, Araz, Tərtər, Samur, Qusar. Yəni əsasən Böyük Qafqaz, Kiçik Qafqazın çayları bunlara aiddir. Əsasən yeraltı və qar suları ilə qidalanırlar. Daimi axarlı olurlar. Amma dediyimiz kimi Pirsaat çaydır, Ceyran keçməz, Sumqayıt çay, Stal çay. Onlar isə bu kimi çaylar, bunlar yayda yağıntı yağmadığına görə bunlar yaylarını quruyur və kör çaylara çevrilirlər. Respublikamızın ərazisində ən çox orta illik axınlar rütubətli iqlim şəraitində tarixdə dediyim kimi daha çoxlu təşkil edir. Respublikamızın çayları aşağıdakı xüsusiyyətləri var. Yuxarı axını çox meyilli olur, çünki başladığı yer meyillidir, dağlıq ərazilər olur və çaylar da dedik ən böyük dağıdıcı fəaliyyətə malikdir. Ona görə də həmin çaylar dağıdıcı qüvvədir. Orta axarlarında isə burada çayın çox olur. Çayın suyu, yəni bol sulu olur. Amma getdikcə artıq meyilli azalmağa başlayır. Aşağı axınlarda isə artıq düzənliyə çıxır. Ona görə də bu ərazilərdə, düzənlik ərazilərdə meyilliyə azalır. Meyilliyə azalanda da sürət azalmış olur. Bol sulu çaylar olur. İsti aylarda bəzən qısa müddətli leysan yağışlardan çayların suyu kəskin artır. Sellər müşahidə olunur. Dedik həmin sellər, baxın burada Kiş çay, Kürmük çay, Katix çay, bu kimi çaylarda daşqınlar müşahidə olunur. Və çayların əsasən 70-80%-ə qədəri palçıqlı, qumlu çaylar olur və palçıqlarda tərkibinə görə 3 cür olur. Palçıqlı, daşlı və daşlı palçıqlı. Əsasən də qumlu ərazilərdə, baxın burada Qobustan, Abşeron çayları, Sumqayıt çay, Ceyran keçməz və Pirsaat çaylarında bunların, yəni ümumiyyətcə Qobustan, Acınahor, Ceyrançöl və Naxçıvanın, baxın, Acınahor, Ceyrançöl, Naxçıvan ərazinin çayları, bunlar palçıqlı, gilli torpağı olduğuna görə selləri də bu tipdə olur. Daşlı palçıqlı isə, baxın, dedik bu ərazilərdə daha çox nədir? Çölmə məşəlli suxurlardır. Ona görə də daşlı palçıqlı, qarışıq sular daha çox olur. Ona dedik Şin, Kiş, Tala, Dəmirəparan,
Muxa, Kürmük bu kimi çaylar daşlı palçıqlı çaylardır və hazırda sellərə qarşı 2 dənə tədbir həyata keçirirlər. Bunlardan biri hidrotexniki qurğulardır. Yəni selləri qorumaq üçün bəndlər tikilir. Bir də fitomeliorativ tədbirlərdir ki, bunlarda çaylar boyunca kolların əkilməsi prosesinə deyirik fitomeliorativ tədbirlər. Əsasən indi çaylar hidroloji xüsusiyyətlərinə görə bölünürlər. Uzunluğu və suluğuna görə ən böyük çaylarımız idi Kür və Araz çaylarıdır. Və indi çaylar haqqında biraz danışaq. Kür çayı Türkiyənin Qızılgədid dağlarından, şimal-şərqindən başlayır. 2740 metr hündürlükdən başlayır və Gürcüstan ərazisindən buradan daxil olaraq gəlir, Azərbaycan daxil olur və gedir tökülür Xəzər dənizinə. Xəzər dənizində də -27 metrə gəlib çıxır. Deməli bunun hündürlük fərqi, hündürlük amplitudu baxın bu müsbət 2740-dan çıxıran -27-ni o deyir 2767 metr bunun nə edir? Orta hündürlüyü hesab olunur. Yəni hündürlük fərqi də mənbəyi ilə mənsəb arasında çayın düşməsi deyək. Çayın düşməsi 2767 metr hündürlükdən yəni aiddir. Uzunluğu 1515 kilometrdir və 906 kilometr Azərbaycan Respublikasının ərazisindən keçir. 1515 kilometrdir. Bunun böyük bir hissəsi Azərbaycandan keçir 906 kilometr. Deməli Türkiyədən Qızılgədiddən başladı, Gürcüstana keçdi, oradan da Azərbaycan 3 ölkənin keçir və Azərbaycan ərazisində, burada Kür-Araz ərazisində düzənlik ərazilərində meandralar daha çoxluq təşkil edir və Kür Respublikasının yeganə çay su yoludur. Yəni su yolları ilə buradan istifadə olunur, gəmilərin istifadəsindən. Lakin bu gəmilər əsasən Yevlaxa qədərdir. Çünki buradan artıq su anbarları fəaliyyət göstərdiyinə görə keçə bilmirdi o tərəfə. Kürün mənsəbindən Yevlaxa qədər dediyi yararlı hesab olunur. Kür çayının illik axımının əsasən çox hissəsini 52%-ni qar, 30%-ni yeraltı sular, 18%-ni isə yağış suları təşkil edir. Çünki baxın buradan gələn sular qardır, buradan gələn sular, Kiçik Qafqazdan gələn sular yeraltı və yağış suları da təşkil etmiş olur. Çay əsasən maksimum səviyyəsi aprel ayında müşahidə olunur, minimum səviyyəsi isə sentyabr ayındadır. Və burada Kürün üzərində baxın deməli Şəmkir çay, Varvara çay, Mingəçevir və Yenikənd. Bu kimi su anbarları fəaliyyət göstərir. Varvara, Mingəçevir, Yenikənd, Şəmkir. Bu kimi su anbarları üzərində fəaliyyət göstərir, yəni seslər fəaliyyət göstərir. Və Araz onun ən böyük qoludur, ən uzun qoludur. Mənbəyini Şərqi Anadolu ərazisinin Türkiyədən Bingöl hissəsindən götürür. 2990 metr hündürlükdən başlayır və gəlir tökülür Kürə -11 metrdən tökülür. Bu da 3001 metr bunun düşməsi hesab olunur. Uzunluğu da 1072 metrdir. Baxın Kür 1515 metrdir və belə bir qayda var ki, hansı çay hansına tökülür, uzunluğu və hansı daha bol suludursa o əsas çaydır, ona tökülür. Yəni Arazın uzunluğu az olduğuna görə o gəlib Kürə tökülür. Bu da belə. O da Türkiyədən gəlir, Ermənistandan Türkiyə, Ermənistandan buradan İrandan gəlib keçir və oradan da Azərbaycana daxil olmuş olur. Azərbaycanla İran arasında sərhəddədir. Yerləşir. Sərhəd çayıdır. Sonra Azərbaycan ərazisində 508 kilometr uzunluğa malikdir. Bunun da əsas hissəsini baxın Kiçik Qafqaz olduğuna görə çox hissəsini yeraltı sular, 38%-ni qar, 16%-ni isə yağıntı suları təşkil edir. Ən yüksək ayı may, ən aşağı ayı isə avqust ayı müşahidə olunur. Çayın üzərində Araz, baxın Araz və Bəhramtəpə su anbarları burada fəaliyyət göstərir. Qanıq çayı Kürün ən böyük sol qoludur. Baxın Qanıq. Hanı Qanıq?
Qanıq. Kürün ən böyük sol qoludur. Gürcüstan ərazisindən başlayır transit çaydır. Mingəçevir su anbarına gəlib tökülür. 413 kilometr hündürlüyə malikdir. Ondan sonra Qabırlı çayı. Baxın Qanıq, Qabırlı da burada. Onun da uzunluğu 389 kilometr uzunluğa malikdir. O da gəlib Mingəçevir su anbarına tökülür və Gürcüstandan mənbəyi Gürcüstanda transit çaydır. Samur da transit çaydır. Azərbaycan şimal-şərqinin ən uzun çayıdır Samur. Rusiya ilə sərhəddə yerləşir. Uzunluğu 216 kilometrdir və 3600 metr hündürlükdən başlayır, Quton dağdan başlayır. Bu da belə. İndi bunlar çaylar idi. İndi danışaq göllər haqqında. Göllər. Göllər nədir? Göllər qapalı su hövzəsidir. Azərbaycanda 700-ə yaxın göllər var. Lakin bu göllərin əksəriyyəti yayda quruyur və qurumayan təbii göllərin sayı isə 250-yə qədərdir. Yəni deməli ki, 450 dənəsi yayda quruyan çaylardır və respublikamızın çayları mənşəyinə görə bölünür. Tektonik, buzlaq, uçqun, relik, vulkan bunlara bölünür. İndi başlayaq birinci tektonik göllərdən. Tektonik mənşəli göllər, yəni tektonik proseslərin baş verdiyi ərazilərdir. Olur. Bunlar Abşeron və Qobustan çaylarında, baxın, bunlar Abşeron Qobustanda baxın, şorsulu göllər. Baxın məsələn, Böyük Şor, baxın Böyük Şor. Sonra Masazır, Küdəxanı, Binəqədi, bunlar mənşəlidir. Acınxur gölünün özü. Böyük və Kiçik Qafqaz dağları. Böyük və Kiçik Ala dağlar, Ala göllər. Böyük Ala göl və Kiçik Ala göl bunlara aid olmuş olur. Tektonik mənşəli göllərdir. Abşeron yarımadasında dedik bu kimi çaylar, həmçində Xəzər dənizi, bunlar relik mənşəlidir, yəni qalıq mənşəlidir. Bu haqqında da danışacağıq. Uçqun bənd gölləri var. Yəni uçqun bənd bildiyimiz kimi zəlzələ baş verəndə uçqun bənd. Buradan baxın, uçqun mənşəli zəlzələ baş verəndə Kəpəz dağının uçması nəticəsində bu çaylar çayın qarşısını kəsir və burada belə göllər əmələ gəlmişdir. Yəni çayın qarşısını kəsəndə yəni zəlzələnin dağıntıları çayın qarşısını kəsib və burada belə bir 7 dənə göl əmələ gəlmişdir. Göygöl, Maral göl, Gürgüz göl. Baxın bu ərazilərdə də Göygöl. Bu ərazilərdə Güzgü göl, Şamlı göl, Zəli göl, Ceyran göl, Xalxal göl, Ördək göl. Bunlardır. Sonra Naxçıvanda Batabat və Qanlı göl. Baxın Batabat buralarda. Batabat, Qanlı göl. Bunlar yəni uçqun meşəli göllərdir. Bu ərazilərdə yaşıl meşə ilə zəngindir. Yəni yaşıl meşələri var. Maral gölün ətrafında subal çəmənliklərinə də rast gəlinir. Vulkan meşəli göllər var. Baxın Kiçik Qafqaz ərazisi əsasən də vulkanik ərazilərdir. Ona görə də yəni sönmüş vulkanlıqlardır. Ona görə də bunların kraterlərində daha çox illərlə su yığılır və belə bir göllər əmələ gəlir. Baxın məsələn Qaragöl, İşıqlı, Qızılboğaz bu kimi göllər vulkan məşəlli göllərdir. Laqun nədir? Laqun məşəlli göllər, baxın Azərbaycanda Ağzı bir çala gölüdür. Ağzı bir çala gölü. O nədir? Baxın burada bir çökəli ərazi var. Xəzər dənizinin səviyyəsi qalxanda həmin bu çökək ərazi dolur və burada belə bir göl əmələ gəlir. Yəni müəyyən bir hissə ilə yəni bəzən dənizin səviyyəsi qalxanda gedir Xəzər dənizi ilə birləşə bilirlər. Yəni belə bunlar da olur. Laqun məşəlli göllər. Sonra buzlaq məşəlli göllər var. Dağın başında olan göllərdir. Məsələn Şah dağıdır, Bazar düzü, Tufan dağ, Qapıcıq, Murad dağın yüksək hissələrində bunlar rast gəlinir. Bunlardan da ən məşhuru Qəbələ rayonu ərazisində yerləşən Tufan göldür. Tufan göl. Tufan göl bu ərazilərin çayları, yəni bu məşəlli, yəni məşhur göllərdən də Tufan göl. Baxın bu ərazidə yerləşir. Ondan sonra suyun kimyəvi tərkibinə görə şirin sulu var, şor sulu var.
Bunlar nədir? Yəni əgər çay yeni bir çay başlayırsa bu şirin çay şirin göl olur. Əgər o qapalı hövzədirsə, yəni ondan çay çıxmırsa bu da şor sulu olur. Əsasən dağlıq ərazilərin çayları axarlı olduğuna görə şirin sulu olur. Məsələn, Böyük və Kiçik Qafqazın gölləridir. Həmin bu zəlzələ nəticəsində yaranan göllər, Maragöl, Göygöl, Zəligöl, Batabat bu kimi göllər nədir? Şirin sulu göllərdir. Lakin düzənlik çayları əsasında bu Qobustan, Abşeron çaylarıdır. Məsələn, Acınqoy, Böyükşoy, Binəqədi, Masazır. Bunlar isə axarsız göllər hesab olunur. Ən böyük göl Sarısı gölü. Baxın, ən böyük göl Sarısı gölü, ən dərin göl isə Göygöldür. Bir də var axmaz məşəlli göllər. Axmaz məşəlli göllər nədir? Bunlar Kür çayı axanda, axı Kür çayı nədir? Düzən çaydır. Düzən çayları öz istiqamətlərini dəyişirlər. Hardan çıxırlar rahatsa yolunu dəyişir, oradan gedir. Və baxın burada Sarısu, Ağgöl və Hacıqabul göl. Bu göllər əvvəllər Kür çayının getdiyi yolun üstündə olublar. Lakin Kür çayı belə yolunu dəyişəndə həmin hissə sonradan bağlanıb və həmin ərazidə belə bir göllər əmələ gəlmiş olur. Yəni çay gedir, çayın yolunu dəyişəndə həmin o çala hissədə çökəklikdə boş qalır da. Yəni belə bir sular da orada qalmış olur. Su anbarları 140-a yaxın su anbarları var. Bunlar da su anbarları çay dərələrinin bəndlər tikmək yolu ilə yaradılır. Süni göllərin ən böyük Mingəçevir su anbarıdır. Onun baxın burada Mingəçevir su anbarı. Mingəçevir su anbarının uzunluğu 70, eni 18 kilometrdir, dərinliyi 27 metrdir. Yəni orta dərinliyi, sahəsi də 605 kvadrat kilometr ərazisini əhatə edir və Kür çayının Bozdağı yarıb keçdiyi hissədə yaradılmışdır. Mingəçevir su anbarına dediyimiz kimi Kür, buradan Qanıq, Qabırlı və onlardan da ərazilərin suvarılması üçün kanallar gedir. O barədə də danışacağıq. Yəni yuxarı Qarabağ kanalı, yuxarı Şirvan kanalı, baxın yuxarı Qarabağ, yuxarı Şirvan kanalları buradan keçmiş olur və onun üzərində müəyyən bir Kür çayının üzərində də dedik su anbarları var. Şəmkir, Yenikənd, Mingəçevir, Varvara su anbarları burada yerləşir. Sonra ikinci ən böyük su anbarı Aras su qovşağıdır. Baxın burada. Aras su qovşağı Aras çayının üzərində yerləşir. Sahəsi 143 kvadrat kilometrdir. Bu su anbarı Araz boyu düzənliklərdə suvarılmasında misilsiz rol oynayır. Bu ərazinin suvarılmasını dedik. Sonra bir sıra su anbarları var. Tərtər çayı üzərində Sərsəng, su qovşan. Baxın. Tərtər çayı üzərində Sərsəng, su qovşan su anbarları. Ağstafa çayının üzərində Ağstafa çayı. Baxın, Ağstafa çayı üzərində yerləşir deyə baxın burada. Orada bir su anbarı yerləşir. Yəni belə su anbarları var. Sonra kanallar. İndi danışaq kanallardan. Ərazinin suvarılması üçün istifadə olunur. Əsasında quraq ərazilərin suvarılmasında. Və əsas su anbarlar hansılardır? Samur Abşeron. Baxın buradan gəlir. Deyə baxın elə bu. Samur Abşeron gəlir bura. Buradan Ceyranbatan su anbarına tökülür. Bu çay Samur Abşeron. Yəni Aras su Samur su qovşağından Samurdan başlayır, düz gəlir, Ceyranbatana tökülür. Ən uzun suvarma kanalıdır. Uzunluğu 182 km uzunluğa malikdir. Kanalın suyu Qusar, Mahalə, Düzənlik və Samur dəvəçidən gəlir. Buradan gəlir yavaş-yavaş və gəlir Qobustan, Abşerondan, oradan da tökülür Ceyranbatan su anbarına və Ceyranbatanın suyunun təmin edir də bu su kanalı Samur Abşeron. Yuxarı Qarabağ kanalı. Baxın, yuxarı Qarabağ kanalı budur. Baxın, Mingəçevir su anbarından başlayır. Mingəçevir oradan da gəlir, baxın, buradan gəlir. Bəhramtəpə su anbarına gəlib tökülür. Yəni Bəhramtəpə su anbarına qədər davam edir. Bu kanal Milmuğan ərazilərinin su varılmasında baxın, Mil düzü və buradan Qarabağ düzünün su varılmasında geniş istifadə edilir. Sonra yuxarı Şirvan kanalı, baxın o da Mingəçevir su anbarından başlayır. Şirvan düzünün su varılmasında istifadə olunur.
Respublikamızın en çok su varılan kanalıdır. Baş Mil kanalı var. Burada Milmuğan su anbarına başlayır. Baxın, Baş Mil kanalından su qovşağından başlayır. Baxın buradan. Başlayır, oradan gəlir. Baxın, Muğan düzünün su varılmasında istifadə edilir. Beyləqan, Füzuli, Ağcabədi, İmişli rayonlarının su varılmasında. Baş Muğan kanalı, bu da Bəhramtəpə su anbarından başlayır. O da Muğan düzünün su varılmasında. Bir dəqiqə. Baş Mil, baxın, Baş Mil kanalı budur. Mil Muğan qovşağından başlayır. Bax, şimdi səhv dedim. Buradan Baş Mildən başlayır. Baxın, Baş Mil kanalı buradan başlayır. Füzuli, dediyim kimi, harada Füzuli, Beyləqan, Ağcabədi, İmişli rayonlarının su varılmasında istifadə olunur. Yəni əsasında Mil düzünün, baxın Mil düzü buradadır. Mil düzünün su varılmasında istifadə olunur. Baş Muğan isə buradan başlayır, Bəhramtəpədən başlayır. Muğan düzünün su varılmasında istifadə olunur. Orada buranın su var. Əziz Bəyev kanalı Bəhramtəpə su anbarından başlayır. Masallı rayonunun ərazisinə kimi İmişli, Biləsuvar, Cəlilabad rayonlarının su varılmasında istifadə olunur. Sonra kanalların əksəriyyəti beton örtükləri yoxdur və bu beton örtüklərində olmaması o sular su axanda hopur torpağa, torpağa hopanda yeraltı sularında səviyyəsinin qalxmasına gətirib çıxardır. Və ona görə də bu ərazilərdə kollektor drenaj sistemlərinin yaradılmasına gətirib çıxarır. Bu nədir? Yəni baxın, bu ərazilərin kollektor drenaj sistemləri. Bunlar hansılardır? Baxın, Baş Şirvan, Baş Mil Qarabağ kollektorları vardır ki, bunlar nədir? Bunlar yerin altındakı suyu yığır, yəni qurun sularını, yeraltı suları yığır, aparır Xəzər dənizinə. Yəni yerin altı ilə xətt gedir də. Həmin o xəttlərdə bunların çəkilməsinə gətirib çıxardır. Sonra var yeraltı sular. Yeraltı sular Respublikamızın yeraltı sularına zəngindir. Yeraltı sular ölkəmizin əsasında qeyri-bərabərdir. Qusar mahalle düzənliyində, baxın, Qusar mahalle düzənliyində, sonra Samur Dəvəçi, Ovalığı, Qanağayır çay, bu ərazilərin su varılması burada daha çoxdur. Dərinliyi 3-5 kilometrə hündürlüyə malikdir. Nisbətən şirin suludur və bunlarda əsasən də sətdə yaxın yerləşən hissələrində çəmən meşə, çəmən bataqlıqlar, yəni intrazonal landşaftın əmələ gətirir. Kür ərazi isə yeraltı sular daha yaxın yerləşir, 1-5 metr dərinliyə malikdir. Ona görə də bunlar yer səthinə yuxarı doğru qalxanda torpaqların şoranlaşmasına gətirib çıxardır. Bu qurut suları. Ona görə də yəni torpağı şoranlaşdırır. Bu da bunun üçün mənfi cəhətə gətirib, yəni mənfi edir də ərazilərdə bitki örtüyünü məhv edir, şoranlaşır. Respublikamızın dağlıq ərazilərində isə yeraltı sular daha dərində yerləşirlər. Yeraltı sular tektonik qırılmalar boyu Böyük və Kiçik Qafqazın düzənlik qovşağında yerləşirlər. Əsasən də burada Qusar mahalle və Qanağayır çaylarında bulaqlar yer səthinə çıxır. Bakı və Abşeronda içməli suyun təminatını yaxşılaşdırmaq üçün burada Oğuz, Qəbələ, Bakı 2010-cu ildə su anbarı, su kəməri inşa olunubdur. Azərbaycanda həmçinin də Qafqazın ən iri su hövzəsi, artizan su hövzəsi Küraraz bölgəsində yerləşir. Buzaqlar bataqlıqlardır. Bunlar da ümumi sahəsi 6,6 kvadrat kilometr ərazisini əhatə edir. Buzaqlar Böyük Qafqaz dağlarının Baş Qafqaz və yan silsilələrdən daha çoxlu təşkil edir. Yəni hündürlüyü 4000-ə yaxın ərazilərdədir, hissələrdə yerləşir. Yəni 70-80 ildə artıq burada havaların, iqliminin istiləşməsi ilə əlaqədar olaraq 70-80 il ərzində həmin buzaqların da sayı getdikcə azalır. Bunlar Bazar Yurt, Bazar Düzü, Tufanda, Şatdağda yerləşir. Bir də ki, burada Kiçik Qafqazda yeganə qapıcıq hesab olunur. Respublikamızın bataqlıq ərazilərində ovalıqlar inkişaf eləyibdir. Ovalıqlarda inkişaf eləyibdir və bataqlıqlar, yəni bataqlıqlar ovalıqlardadır. Bataqlıqların geniş yayıldığı ərazilərdə Küraraz ovalığı, Səmir Davaçının, baxın, Küraraz, baxın, əsasən də Xəzər dənizi olan hissələrdə. Baxın, burada. Samur Dəvəçi ovalığı, baxın, bu hissələrdə daha çox. Yəni indi o barədə də danışacağıq. Xəzər dənizinin səviyyəsi tərəddüd edir, yəni artıb azalır. Artıb azaldığına görə də artıb azalır. Ona görə də suyun səviyyəsi artanda torpağı su
altında qalır və o ərazilərdə bataqlıqlara çevrilir. Dedik onlar bunlardır və Kürəli ovalığının Xəzər tərəfi hissələrində çoxlu bataqlıqlar əmələ gəlir. Məsələn, Qızılağac körfəzi sahillərində bataqlıqlar, Ağgöl, Mehman, Ağlıbirçalı göllər ətrafında bataqlıqları rast gəlmək olar. Xəzər dənizindən də danışaq. Deməli, Xəzər dənizi. Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsidir, yəni göldür. Lakin biz bunu böyüklüyünə görə Xəzər dənizi adlandırırıq. Xəzər dənizinin sahilində 5 dənə ölkə var. Azərbaycan, İran, Türkmənistan, Qazaxstan, Rusiya. 5 dənə ölkədir yerləşir. Azərbaycanla uzunluğu, yəni buradan bura 825 kilometr Azərbaycan sərhədinə aiddir. Baxın bu ərazilərdə 825 kilometrdir. 825 kilometrdir təşkil edir. Ən uzun xətti Qazaxstana məxsusdur. Qazaxstana 1422 kilometr uzunluğa malikdir. Sahəsi 392,6 min kvadrat kilometrdir və Xəzər dənizi şimaldan cənuba doğru 1200 kilometr və eni də 3200 metrdir. Dərinliyi də 184 metrə malikdir orta dərinliyi. Ən dərin yeri Lənkəran çökəkliyi, Lənkəran çökəkliyi. Baxın, buradaydı. Buralarda bir yerdə. Onun da 1025 metr dərinliyə malikdir. Sonra Avropalılar və Şərq ölkələri ona Kaspi dənizi də deyirlər, Azərbaycan isə Xəzər dənizi adlandırırlar. Yəni bunlar hamısı onun qədim adlarındandır. Xəzər dənizi Lavrasiya və Gondvan arasında yerləşən Tetis okeanının qalığıdır. Bildiyimiz kimi Lavrasiya və Gondvana ayrılan zaman yerin altına dağlar əmələ gəldi. Həmin bu dağların da əmələ gəlməsi sayəsində dağların sayəsində Tetis okeanı parçalanır. Həmin o parçalananlardan biri Xəzər dənizidir. Oradan Aral gölüdür, Qara dəniz. Bunlar relik mənşəli göllər hesab olunur. Yəni qalıq, relik qalıq. Tetis okeanının parçalanması nəticəsində. Və sonralar həmin bu yeraltı dağların əmələ gəlməsi nəticəsində bunlar da belə qapalı su hövzəsinə çevrilib Xəzər dənizi. Burada yarımadalar var. Məsələn, Azərbaycanda Abşeron yarımadası var. Qazaxstanda Mangustau Buzaçidir. Baxın, Mangustau Buzaçi yarımadaları Qazaxstana aiddir. Sonra Çələkən, Türkmənbaşı Türkmənistana aiddir. Baxın, Çələkən. Bunlar da aiddir. Sonra Arqaxan Rusiyaya, Miyanqala İrana aiddir. Ən mühüm adaları, yəni ən məşhuru Abşeron, Bakı Abşeron arxipelaqı, sonra Rusiyada Çeçen arxipelaqı, baxın Aqraxan, Çeçen, Aqraxan yarımadadır, Çeçen adasıdır, Rusiya məxsus. Qazaxstanda Kulali, Suiti, baxın Kuali, Suiti adaları. Türkmənistana isə aiddir burada Oqurçi. Baxın bu. Oqurçi adası aiddir. Əsas körfəzləri, məsələn, Bakıda Bayır buxtası, Qızılağac. Baxın. Bircə dəqiqə. Baxın, Bakı buxtasının özü aiddir. Sonra Qızılağac körfəzi Azərbaycana aid olanlar. Sonra Türkmənistanda yerləşir Qaraboğaz qol. Yəni ən duzlu, Xəzər dənizinin ən duzlu hissəsi buradır. Sonra Türkmənbaşı, Türkmən, Qazaxstanda Mangustau. Yəni Mangustau həm yarımadası var, həm körfəzi var. Sonra Qazax körfəzi də var. Rusiyanın ərazisində baxın burada Qızlar körfəzi. Bəndərşah İranda yerləşir. Baxın İran ərazisində yerləşir bu. Sonra Xəzər dənizində 130-a yaxın çay axır, amma onunla çay axmır. Ona görə də axarsızdır və şorsuludur. Şimaldan Volqa, Ural, Enba, qərbdən Terek çayı, Sulak, Samur, Azərbaycan çayları qərbində yerləşir də Xəzərin.
Sonra Cənub Azərbaycan çayları. Qərb Cənub şərqdən doğru Atrekdir. Cənubdan Qızılüzən çaylarıdır. Bunlar və əsas hissəsinin 82%-ni Volqa çayı təşkil edir. Volqa Xəzər dənizinin coğrafi cəhətdən bir-birinə fərqləndirmək üçün 3 hissədən ibarətdir. Deməli, şimal hissəsi 44 dərəcə şimal enliyindən başlayır. Yəni 44 dərəcə şimal enliyindən yuxarı hissəsi, şimal hissəsi aiddir. Bu çaylar əsasən də, yəni buranın ərazisi soyuq olduğuna görə buradakı çaylar əsasən də dayazdır. Həmçinin də qışda donurlar və duzluğu da 1-3 promilə çatır. 1-3 promil. Şimal hissəsi. Yəni bəzən də dona bilir. Və dərinliyi də azdır. Niyə? Çünki buradan Volqa çayı çoxlu çöküntülər gətirir, buranın doldurur da belə. Yeraltı çöküntülərlə doldurur, çay çöküntülərlə və ona görə də bu ərazilərdə az olur. Dərinliyi az olur. Mərkəzi hissə 44 və 40 dərəcə şimal enliklərinin arasında yerləşir. Nisbətən, yəni yuxarıdan aşağı düşdükcə temperatur artdığına görə duzluq da artır. 5-10 promildir. Və ən dərin yeri Dərbənd çökəkliyidir, 800 metr dərinlikdir. Ən isti yeri, isti və ən duzlu yeri cənub hissəsidir. 40-dan 40 dərəcə şimal enliyindən aşağıda. Yəni Bakıdan, yəni bu hissədən aşağı hissəni aid olunur. Lənkəran çökəkliyi də bura aiddir. Promili, duzluğu artır, 11-13 promildir və neft-qaz ehtiyatlarının ilə zəngin ərazilərdir. Və suyun temperaturu şimaldan cənuba doğru dəyişir, duzluqda dəyişir. Şimalda suyun temperaturu 0 dərəcədən aşağı olur. Və 2012-ci ilin fevral ayında Xəzər dənizindən Nabrangialama və Hacı Zeynalabdin Tağıyev Novxanı sahilləri ərazilərində bir neçə gün davam edən donuşma müşahidə edilmişdir. Mərkəzi hissələrində 5-8 dərəcə isti, cənub hissələrində isə 10 dərəcədən temperatur 10 dərəcədən artıq olur. Yaylarında temperatur 20 dərəcədən artığa keçə bilir. Artıq olur. Və burada Xəzər dənizi özünün daxilində sirkulyasiya, yəni dövran eləyir. Buradan baxın, şimaldan cənuba, baxın bu istiqamətdə şimaldan cənuba, cənubdan şimala doğru hərəkət edən bir qapalı dövran, sirkulyasiya burada təşkil eləyir. Xəzər dənizinin 3 dənə mühüm problemi var. Xəzər dənizinin tərəddüdü, ekoloji problemləri, yəni çirklənməsi və bioloji problemi var. Xəzər dənizi hər zaman, yəni tarix boyu həm səviyyəsinin qalxması, həm də enməsi müşahidə olunur. Maksimum səviyyəsi 1929-cu ildə müşahidə olunubdur. Həmin vaxt sahəsi 422 kvadrat kilometr ərazisini əhatə etmişdir və 20-ci əsrin 30-60-cı illərində artıq səviyyəsi getdikcə azalmışdır. 70-ci illərdə təzədən qalxıbdır və 2006-cı ildən bəri artıq enmələr müşahidə olunur. Bunun da səbəbləri tam dəqiq olmasa da 3 dənə, yəni fərziyyə vardır ki, deyirlər ki, Xəzər dənizinin dibində tektonik proseslər olması, iqlim amillərinin təsiri, həmçinin də insanların antropogen təsirləri nəticəsində də bunun səviyyəsi artıb azala bilir. Son illərdə Xəzər suyunun çirklənməsi də ən mühüm problemlərdən biridir. Ən əsası da neft axıntılarının olmasıdır. Həmçinin kanalizasiya sistemlərinin Xəzər dənizinin axıdılması, çaylara, göllərə, yəni birbaşa Xəzər dənizinin çirklənməsi, həmçinin də ona tökülən çayların və göllərin də axıdılması, çirklənmiş çayların axıdılması onun Xəzər dənizinin yəni vəziyyətini pisləşdirir. Və Xəzər dənizində bioloji, yəni canlı aləmlər, bioloji problemlər də vardır ki, 311-ə yaxın burada balıq növü var. Bunlar nərə, uzunburun, çəki, külmə, bu kimi balıqlar burada böyüyür və bioloji problemlərlə əlaqədar olaraq bu balıqların miqdarı da getdikcə azalır. Ağ balıq ehtiyatlarının 90%-i Xəzər dənizindən malikdir. Həmçinin də qiymətli növləri olan nərə balığıdır, uzunburundur. Bunlara da çox geniş yayılmışdır. Yeganə məməli heyvan olan suiti Xəzər dənizində var. Bunun da səbəbi qeyd olunur ki, yəni göllərdə suiti olmur da. Bunun da səbəbi odur ki, əvvəllər Tiflis okeanının olması və dünya okeanlarının əlaqəsinin olması nəticəsində Xəzər dənizində hələ də suiti qalması burada belə qeyd olunur. Deməli, dərsimiz bura qədər.
Qurtardıq. Zəhmət olmasa kanalımıza abunə olun, like atmayı və şərh yazmağı unutmayın. Hələlik sağ olun.